Can verməni çətinləşdirən amillərdən biri dünyaya bağlı. İkinci nədir? İkinci o insanlardır ki, anasına, atasına əziyyət verirlər. Onların can verməsi çox çətin olacaq, bilsinlər. Oğul dayanıb çöldə ana yerindən narahat yatır. Bir söz də deyə bilmir oğluna, qorxur ki, acı cavab verəcək. Ana atasına, o yoldaşına deyir ki, oğluva dinən tez gəlsin, qorxudan özü deyə bilmir. Bu oğul hesab kitabını götürsün. Sən gecə kişiyəcən qalmısan, müəyyən oyunları oynayırsan, amma ana yata bilmir axı. Yazıq deyin. O can üstünə çox əziyyət çəkər. Xanım da o cürünə, xanım təkcə oğul demirəm mən. Xanım ki, evdən çıxıb indi, anası ondan narahatdır, gəlib oturub məsciddən, eşitsin, dursun məsciddən, qutaran kimi tez getsin ananın əlindən, üzündən öpsün. Saxlama. Valideyn getdi insan bədbəxtdir. Çox bədbəxtdir. Rahat ölməz ki. Bir dənə cavan can üstündədir, Peyğəmbər gəldi başının üstünə. Peyğəmbər gəldi, dayandı başının üstündə. Dedi, dinən ona la ilahə illallah. Dedim, baxdı gördü Peyğəmbər la ilahə illallah bu cavan deyə bilmiş. Bilsən nə deməkdir bu? Mən demirəm, dinən la ilahə illallah. Peyğəmbər diyanın başının üstündə deyir, dinən la ilahə illallah deyir, deyə bilmir. Peyğəmbər baxdı o yana, baxdı bir yana, dedi, bunun anası var. Dedilər, bəli. Dedi, anasını gətirin. Anası gəldi, dedi, ana, oğlundan narazısan, dedi, 6 ildir danışmırıq. Dedi, ana, mənə xatır bağışlayarsan. Baxdı Peyğəmbərə, dedi, radiyallahu anh birzəkə ya Rasulallah. Sən ki deyirsən bağışla, Allah onu bağışlasın. Ondan sonra üzün tutdu cavana, Peyğəmbər dedi, nə görürsən? Dedi, görürəm Peyğəmbər bir dənə qara, üfunətli, iyi gəlir o insanın simasından, vücudundan, qara simalı bir nəfərdir. Gəlib tutub məni boğazımdan boğur, imkan vermir deyəm. Dedi, indi sözlər deyirəm bir-birdir. Dedi, nə deyim? Dedi, nə ya mən yəqbəlul yəsir. Ey o Allah ki, az əməlimi qəbul edirsən. Və yəfu anilə kəsir. Çox günahlarımı bağışladım. İqbəl minnil yəsir. Nə olar? Az əməlimi yenə qəbul elə. Və yəfu ənil kəsir. Çox günahlarımı bağışladı. Əntəl xaffar rahim. Sən bağışlayan və rəhimlisən. Peyğəmbər deyir, bu deyir. Dedi, Peyğəmbər indi nə görürsən? Dedi, Peyğəmbər asta-asta gedir. Dedi, bir də təkrarlə. Yenə təkrarladı, deyir, Peyğəmbər çıxdı, getdi. Dedi, indi nə görürsən? Dedi, bir dənə ağ simada biri gəlib. Gözəl ətri gəlir ondan, o gəlib. O sözləri deyir, qutarır, canını tapşırır. Ana narahatdır, mümkün deyil. O insanlar ki, anasını, atasını narahat ediblər, ana-ata dünyasını deyişib, get qəbrin üstünə. Halallar, qəbrin üstə dolar. Adətən bilsən nə vaxt insan anasını yad eləyir? Məsələn deyirəm, ana sağdır, elə də dəyər vermir. Gedir, görür dostunun anası dünyasını deyişib, o an yadına düşür ki, ay Allah, mənim də anam dünyasını deyişəcək. O an imkanı olsa ayaqlarından öpər. Tez evə çatdır özün, görsən mülayim danış, ana sənə qurban olum, canım sənə fəda. Gələk elə bir nəfər dünyasını deyişsin belə olsun bəndə. O da 3 gün gedir, ha, çox yox. Bir həftə qutardı, həmən insandır bu. Ana, ata narahatdır. Ana, ata xəbər göndərir möminə ki, mömin xahiş edilən o oğlunu başı sağ. Nə cavab verəcək bu? Nə cavab? Bəzi vaxtlar görürsən, ailədə bu problemlər olur. Xanım görürsən, bu problemləri yaradır bəzi vaxtlar. Hamiyə aid eləmirəm, xanımlar narahat olmasın. Görürsən, xanım bəzi vaxtlarında ana ilə övladın arasına daxil olur. Olmaz. Xanım bunu ki eləyir, onun da övladı olacaq. Bir bax, onu da ayırarlar anadan. Olmaz axı.
Hər şeyi danışma, indi qaynana biraz incidib, həyat yoldaşın evə gələn kimi otur, hər şeyi danış, o da onsuz da işləyib, əziyyət çəkib, yorulub gəlib, elə hər şeyi danış, belə olmasın axı. Düzdür, indi mən bütün qaynanalara da yaxşı demirəm. Onlar da görsən, sözünü deyir, xırda-xırda, sonra çəkilir kənara. Məsələn deyirəm, indi baxır nəvəsi nadiclik eləyir, dəcəllik eləyir. İstəyir nəvəsi ilə gəlinə söz desin, nə də bəhanədir. Baxır nəvəsinə, deyir, mənim oğlum nadinc olmayıb, görürsən bu uşaq kimi oxşadı? Da atdı da sözünü. O da yazıq da, o xanımı niyə bu qədər əziyyət verirsən? O bilir də nə demək istəyirsən. Sonra da çəkilir, mən nə dedim qızım sənə? Da dediğimi dedin sən. Eləmə də belə. Əziyyət vermə. Narahat eləmə. Görsən bəzi vaxtlar bu tərəfi də belədir, o tərəfi də belədir. Biz toxunanda özünüz bilirsiniz, həmişə çalışıram hər tərəfi toxunum ki, heç kəsin qəlbi qırılmasın. Amma məsələləri də deməliyəm mən. Məsələ deyilməsə olmaz ki. Amma xoş ola o insanlara ki, anasının üzündən öpür. Heç olsa gündə bir dəfə anamın üzündən öpür. Həyifdir. Valla o ana ki itirdik, onun iyin duymaq istəyəcək. Anasını itirənlər bilir mən nə demək istəyirəm. Ata getdi, ondan sonra iyin duymaq istəyəcəm. Hanı ana? Evə gələndə çıxırdı ya tez qabağıma, yeməyi qoyurdu. Hanı o ana? Dünyasını değişəndən sonra ananın o danlaqları ki var idi ya, deyəcək yenə məni danlayaydı. Onun arasındadır. Amma getdi ana. Amma o insanlar ki, ana ataya ehtiram edirlər, xoş olsun o insanların halına. Niyə? Peyğəmbər özü deyir, can üstündə 6 qrup insan var ki, o insanlara Allah Kövsərdən verər. Kövsər bulağı verər. Kövsər bulağını içə-içə gedər. Bilirsən nə deməkdir? Son anlarda o Kövsər bulağı ki, cənnətdə yerləşir, xanım Zəhranın şəni nədir? O bulaqdan verərlər, deyərlər, iç. Amma yanındakılar görmür. Kimlər də olar? Birinci qrup budur. O insanlar ki, gecə-gündüz alimin yanında əyləşir. Yəni, mənim kimi savadsız tələbələr gedir, əyləşir bir dənə alimin yanında. Nəsə öyrətmirəm özdə. Nəsə öyrənmirəm. Bu insana ölüm anında, can halında Allah nəsə verər. Kövsər bulağı, bu bir. İkinci budur, övladına Qur'an öyrədən insanlar. Xanım, övladıma öyrət Qur'an, sizə də tapışacağım. Öyrət düz, sizə də verəcəklər. Üç budur, Allahın yolunda borcu verir. Allahın yolunda borcu verir. Minnət də qoymur. Yaxşı olar ki, heç o borcu istəyən qapısını döyməmiş, geçsin, tapsın onu. Çünki o utanır, daha onun bu qədər də utandırmaq olmaz. Varsa, imkan olan yerdə onun əlindən tutsun. 3. Dördüncü budur, kişi evdən çıxanda həyat yoldaşına tapışırır ki, əgər bir nəfər ehtiyaclı qapını döysə, ona nəsə ver, qapıdan əli boş göndərmə. 5 budur, həyat yoldaşının, xanıma deyirəm, həyat yoldaşının izzətini qoruyan kişilər. Xoş olsun xanımlarına. Həyat yoldaşının izzətini qoruyur. Həyat yoldaşı səfərdə olanda izzətini qoruyur, evdə olanda izzətini qoruyur, harda oldu izzətini qoruyur. Əgər həyat yoldaşı ona tapışırıb ki, məsələn, filan rəfiqə ilə danışma, o gizlin ondan danışmır. İtaət eləyir, qulaq asır, izzətini qoruyub, saxlayıb. Halal olsun bu xanıma. Bu 5. 6. budur, o insanlar ki, atasına, anasına ehtiram edir, o Kövsər suyundan gətirərlər, deyərlər, iç. Deyən nə olar? O Kövsər suyun Əli əleyhissalam özü verər. Can üstündə olanda Əli gətirər. Deyə bu Kövsəri içən, rəhbər də Əli, şah-ı vilayət də Əli. Şan o, şərəf o, şöhrət-i izzət də Əlidir. Zahid, mənə tərif etmə, bağı behişli. Kövsər də Əlidir, elə cənnət də Əlidir. Mənə çox cənnətdən danışmasan, elə Kövsər də Əlidir, elə cənnət də Əlidir.